Bu gün din barədə çox söhbətlər gəzir və müzakirəyə çevrilib. Hansı dinə tələbat var, hansı böyüyür, hansı yoxa çıxır. Heç bir din yox olmayacaq, çünki din xalqların mədəniyyəti ilə bağlıdır və onunla əlaqəlidir. Din xalqların mədəniyyətinin bir hissəsidir. İnsan nədə doğulubsa, çox vaxt onda da qalır. Amma məyus olmuş insan daha yaxşı həyat axtarışında başqa dinə keçə bilər. Söhbət heç dindən getmir, amma dinin ona nə verə biləcəyindən, hansı faydalar əldə etməyindən gedir. Din insanları idarə etmək üçün bir vasitədir. Din sayəsində kütləyə təsir etmək, onları ölkədə mövcud olan əsas problemlərdən yayındırmaq asandır. Hakimiyyət isə bundan öz xeyrinə istifadə edir. Avropa və Amerika müsəlman ölkələrindən gələn miqrantları sevdiyi üçün üzlərinə qapılarını açmır. Dünya elitasının məqsədləri nədən ibarət olduğunu bir Allah bilir. Amma bu qətiyyən xalqın xeyrinə deyil. Təbii ki, onların Avropanı İslamlaşdırma məqsədi yoxdur. Əlavə problemlər axtarmırlar, amma öz məqsədləri üçün problem yaradırlar, sonda da öz xeyrinə istifadə etmək üçün. Xalq isə həmişə olduğu kimi şəxsi ambisiyalarına qurban verilir. Olur ki, biraz gözləyin və görəcəksiniz ki, hər şey sizə göründüyü kimi deyil. Biz İncildən Məsihin əleyhdarın gələcəyini bilirik. Bəs onun gəlişini kim hazırlayır? Əlbəttə ki, bugünkü başda oturanlar. Məsihin əleyhdarı heç bir din tanımayacaq, lakin özünə Tanrı kimi inanmağınızı tələb edəcək. Bugünkü hadisələr heç bir dinin xeyrinə işləmir. İnsanlar istəsələr də, istəməsələr də inanclarına əl çəkməyə məcbur olacaqlar. Əks halda heç kim nə alıb, nə də sata bilməyəcək. Bəs yaşamaq da lazımdır. İnsan yemək xətrinə hər şey hazırdır, hətta Allahdan keçər. Şeytan da bunu bilir və indiki elita dünyanı bu hadisələrə hazırlayır. Koronavirus insanları necə tabe etməyin ilk təcrübəsi idi. İnsanlar istəmədən hakimiyyətlə razılaşdılar və ev dustağı oldular və heç bir müqavimət kömək etmədi. Bu gün sürətlə inkişaf edən texnologiyalar bütün insanları idarə etmək üçün yol açır. Beləliklə, yaxşı həyat haqqında nağıllarınızı buraxın, çünki ali elitaya bu maraqlı deyil. Nə demoqrafiya, nə din, nə güc sayəsində bu olmayacaq. Dünya artıq ələ keçirilib və heç kim sizə öz hakimiyyətini və rəhbərliyini verməyəcək. Elitanın planlarını həyata keçirmək və hakimiyyətdə möhkəmlənmək üçün çoxlu üsulları var. Elitanın vecinə deyil, xristiansız, müsəlman, buddist və ya yahudi. Onlar ateistlər, onların tanrısı səlahiyyət və sərvətdir. Və siz isə sadəcə onların planlarının gerçəkləşməsi üçün vasitəsiniz. Yalnız İsa ilə birlikdə olduğumuz halda bizim üçün ümid var. Və ümid dünyada həyatımız yaxşı olmağı ilə bağlı deyil. Ancaq ümidimiz səmavi padşahlıqdır. Tanrı ilə əbədi yaşayacağımıza.